xeyir olsun. Yeni bir təmir işimiz var. İstəyirdim bunu sizlə paylaşım. Müştərimizin belə bir krasovkası var. Orijinal krasovkadır. Təmiz zambuj və dərdən ibarətdir. Belə bir hissələrində cırılmış və sökülmüş hissələr var. Müştərimiz bunun bərpası üçün bizə müraciət edib. Yan tərəfdən, həm bu arxa tərəfdən, həm yan tərəfdən cırılıb və altlıq da ümumi aralanıb. Bunu təmiz dəri ilə hər iki hissəni, arxa və yan hissələrini dəyişib yeni bir şəkildə müştərimizə təhvil verəcək və bu krasovkanın iç tərəfində divarı cırılıb, bu iç tərəfində, həmçinin bu tayında da eyni problem var. Bu iç tərəfində yeni bir şəkildə təmir edib müştərimizə yeni bir vəziyyətdə təhvil verəcəyik. Sizlərin də belə təmirə ehtiyac olan ayaqqabılarınız, krasovkalarınız varsa, buyurub bizlə əlaqə saxlaya bilərsiniz. İzləyicilər, hər vaxtınız xeyir olsun. Müştərimizin krasovkasını ümumi olaraq bərpa elədik. Bunun əvvəlki vəziyyətini görmüşdünüz. Bu hissələrində dərləri cırılmışdı. Yan tərəflərində, arxa tərəflərində biz də bunu təmiz dəri ilə dəyişdik. Özünüzdə görürsünüz, mükəmməl dəyişikliyi və bunun içində divarı dağılmışdı. Bu divarını da təmiz dəri ilə bərpa elədik. Həmçində bu tərəfi də eyni şəkildə bərpa elədik. Ayaqqabını, daha doğrusu krasovkamızı. Bunun da içində sökülmüş hissə var idi. Bunu da təmiz dəri ilə bərpa elədik. Və ikisini də eyni şəkildə düzəltdik. Heç demək olar ki, əvvəlkindən daha da yaxşı, daha da keyfiyyətli oldu. Sizlər də ayaqqabılarınızda belə bir dəyişim istəyirsinizsə, buyurub bizlə əlaqə saxlaya bilərsiniz.